Salam Mayda. Salam Mayda. Necəsən? Yaxşıyam, sən necəsən? Yaxşıyam. Oxuduğun kitab nədir? Məni bu kitab haqqında məlumatlandıra bilərsənmi? Əlbəttə ki, mənim oxuduğum kitab Mio Mənim Mio adlı kitabdır. Bütün dünya uşaqlarının böyük maraqla oxuduğu əsərlərin müəllifi Astrid Lindgren 1907-ci ildə İsveçrədə anadan olmuşdur. O uşaqlar üçün 30-dan çox kitab yazmışdır. Onun Uzuncorab Pepi, Balaca və Carlson, Mio Mənim Mio ən məşhur əsərlərindən biridir. Astrid Lindgrenin yazdığı Mio Mənim Mio adlı əsər fantastik bir hekayə olaraq böyüklərə və kiçiklərə xəyali dünyalara səyahət etməyi təklif edən bir kitab olmuşdur. Bu kitabın əsas qəhrəmanı Mio adlı bir oğlan olmuşdur. O, balaca vaxtdan sevilməyən bir uşaq olmuşdur. Bu kitab 1954-cü ildə çap olunmuşdur və Astrid Lindgren 2002-ci ildə dünyasını dəyişmişdir. Bəs sən bu kitab haqqında mənə məlumat verə bilərsənmi? Əlbəttə ki, mənim oxuduğum kitab Şahzadə və Dilənçi kitabıdır. Bu kitabın müəllifi Mark Twain'dir. Bu kitabın müəllifi olan Mark Twain'in əsl adı Samuel Clemens'dur. Bu kitabda Şahzadə və Dilənçi qarşılaşırlar və onlar qərara gəlirlər ki, bir-birlərinin yerlərini dəyişdirsinlər. Deməli, Şahzadə və Dilənçi bir-birlərinin yerlərini dəyişdirirlər. Buradakı Dilənçinin adı isə Tom idi. Buradakı dilənçi Şahzadənin taxtında oturur və orada görür ki, bütün dövlət işləri onun üçün çox ağır gəlir. Şahzadə isə özünə yeməyi bir tikə çörək belə axtarıb tapa bilmirdi. Və onlar qərara gəlirlər ki, cəmaatı bir yerə yığıb, məsləhətləşib və onlara bütün bunları demək. Lakin cəmaat artıq onlara inanmırdı. Bu kitabı bizə verən Telli müəlliməyə öz təşəkkürlərimizi bildiririk.